Eldar Mansurovun növbəti mahnısını Edward Maya ifa edib. İfa etməklə yanaşı hətta ona bir klip də çəkdirib. Bunu eşidən Eldar Mansurov üz tutdu onlara. Sevilən bəstəkar Eldar Mansurov musiqimizi dünyaya tanıdanlar sırasında adı olan məşhurlardandır. 2010-cu ildə yanvar ayında Edward gəldi Bakıya. O vaxt o ilə tanış olduq. Melodiya musiqim var mənim. Görmürsünüz, çox kimi. Mənim yeganə klipimdir. Musiqini mən ona təqdim edim. Dedim ki, bəs mənə gəlir ki, bunun üzərində işləsən yaxşı olar. Dünya ulduzu Edward Maya Eldar Mansurovun Melodiya adlanan musiqisini götürərək yeni mahnı ərsəyə gətirib. Melodiyanın əsas temasından istifadə edib bir parça. Yəni ki, indi bayatlarda da elə ki, istifadə eləmişdik. Ürək dolu olan bəstəkarımız bir çox xalq artistlərindən incili olduğunu da gizlətmədi. Eldar müəllimlə tanındıq. Eldar mənim mahnılarını oxudu, çox sağ olsun, indi oxuyaq başqalarını. Məni görəndə hərdən, məsələn, məclislərdə, orada-burada, yadlarına düşür ki, Eldar Mansurov mahnısını oxuyaq. Eldar Mansurov burada da o mahnısını oxuyaq. Peşəkar bəstəkarın peşəkar açıqlamaları bu qədər.